Əziz traderlar, təlim videosuna bir daha xoş gəldiniz. Bu videoda biz sizə breaker blok izah eləyəcəyik. Hansı ki, bunun öncəki dərsdə biz sizə order blok izah etmişdik. İndi isə breaker blok izah eləyəcəm. Uşaqlar, gəlin sizə belə bir izah verim, sonra keçək müzakirəyə. Deməli, birinci növbədə bizim order bloklarımız təyinatını bir daha xatırladıram sizə. Və biz bundan əvvəlki dərsdə belə bir şey izah etmişdik sizə. Yəni satıcı mumla trend üzü yuxarıda satıcı mumla təyinatımızı edirik order blok üçün və düşüş trendində isə alıcı mumla order blok zonasını təyin edirik. Bunun izahı nədir uşaqlar? Hal-hazırda breaker blokun olması üçün birinci növbədə əlbəttə ki, order blok təyinatımız olmalıdır ki, biz bunu breaker bloka çevirib əməliyyatımızı icra edə bilək. Yəni, qrafik bizə breaker bloku göstərsin, biz isə həmin breaker blokdan uğurumuzu əldə edək. Misal üçün, belə bir yüksəliş trendimiz var və belə order blok toxunuşu var və belə qırılma mövcud uşaqlar. Belə bir uşaqlar stasiyamız var deyək ki, 3-cü dalğa deyək. Burada uşaqlar breaker bloklarının olması necə olmalıdır? Hər hansı bir trendimizin üzü yuxarı gedişatı varsa, buradan geri dönüşün və bir daha yüksəlişin adlanması olur bizə breaker blok. Və necə olur breaker blok? Əgərləri bizim satıcı alıcı mumlardan bizim təyinatımız varsa order blok kimi, order blok zonasını qırarsa, geri korreksiyadan sonra açılan əməliyyat sayəsində biz burada breaker blokdan uğurlu nəticə əldə edə bilirik. Və yaxud da ki, uşaqlar, belə bir stasiyamız var, deyək ki. Belə bir qırılma baş verib, onun təyinatını qoyaq bura. Belə bir düşüş mövcuddur uşaqlar. Yəni, belə bir sərt düşüşümüz mövcud olub və belə bir geri dönüş və korreksiya. Eyni qaydada da uşaqlar, trendimiz altdan yuxarıdırsa, yəni üzü yuxarı trendimiz varsa, geri dönüş yaradarsa, qırılma yaradarsa və əməliyyatı giriş nöqtəmiz bu korreksiyadan sonraki dalğa olmalıdır uşaqlar. Çünki burada trend yön dəyişib və burada breaker blok yaradır bizə. Ona görə nə edirik uşaqlar? Order bloklarımızın təyinatı düzgün şəkildə olmalıdır ki, əgərləri həmin order blokumuz qırılarsa, qırılma baş verərsə, biz breaker blokdan qazanc əldə edə bilək. Bu daxildir. Trend yuxarı olanda, trend aşağı yönlü olanda buna biz breaker blok adı verə bilirik. Hansı ki, uşaqlar, biz hal-hazırda indi sizə burada göstərdim. Burada alıcı mumlardan çəkdiyimiz order blok zonasıdır və satıcı mumlardan çəkdiyimiz order blok zonasıdır. Yəni, bizim alıcı mumdan da breaker blok əldə etməyimiz mümkündür və satıcı mumdan da breaker blok əldə etməyimiz mümkündür. Və keçirik uşaqlar qrafik üzərindən analizə. Deməli, hal-hazırda biz Gold'dayıq. Uşaqlar, Gold'da analiz edirik. Deyək ki, biz buradan bir fərqi yoxdur. Order axtarırıq, yaxud ki, breaker blok axtarırıq, axtarışındayıq. Deyək ki, belə bir zonamız mövcuddur. Buradan əlbəttə ki, biz order blok zonamızı təyin etməliyik. Yəni, bu düşüş olmalıdır. Uşaqlar, buradan ki, belə bir şey deyim sizə. Burada, bundan əvvəlki dərsdə sizə demişəm bunu mən. Burada satıcı mumun daha üstünlüyü olmalıdır. Burada yuxarı yönlü deyil, aşağı yönlü üstünlüyü olmalıdır. Hansı ki, daha çox dibi götürməliyik biz buradan. Və bunu biz çəkirik gələcəyə doğru. Hətta belə bir uşaqlar, bunu bəlkə də görmüsünüz, bəlkə də görməmişsiniz, bəlkə də fərqli bir görüntü ilə rastlaşmışsınız. Bu mümkündür, bu ola bilər. Uşaqlar, burada biz görürük ki, order blok zonamız var və order blok zonasına toxunuşdan sonra yüksəliş var və qırılma zonası var. Qırılmadan sonra uşaqlar, korreksiyadan girdiyimiz əməliyyat budur və bir daha toxunuşdan sonra girdiyimiz əməliyyatlardır. Və uşaqlar, bu hara qədər gedə bilər? Nəzərinizdə saxlayın. Uşaqlar, belə bir gözəllik mövcuddur. Qrafikə diqqətli şəkildə baxmaq lazımdır. Bu sizin üçün boş ola bilər, sizin üçün uğur ola bilər.
Bunu siz özünüz aydınlaşdırıb qərar verirsiniz. Hərənin bir cür strategiyası var, hərə bir cür order bloku təyin edir, nə bilim PVG-sini təyin edir, breaker blokunu təyin edir. Hərə necə anlayırsa elə təyin edir. Yəni kimsə gəlib mənə burada deyə bilməz ki, sən breaker bloku səhv təyin edirsən. Qardaş, mən breaker bloku belə analiz edib nəticəyə gəlmişəm və belə də uğurumu qazanıram. Bu sənin üçün nədir bilmirəm, amma mənim üçün uğurdur və mən belə uğurumu qazanıram. Bu şəkildə düşüşlər var uşaqlar və bir daha həmin order zonamız, bir orderimizdən breaker əldə edə bilirik və geri dönüşdən sonra bir daha breaker blok geri dönüşündə və bu şəkildə də biz uğurumuzu qazana bilirik. Gəlin keçelim uşaqlar başqa bir valyutaya keçək. Yaxşı. Keçən bir valyuta üzərindən analizlərimizi edək. Okey, olsun bu, fərqi yoxdur. Uşaqlar, biz qrafikə yaxınlaşırıq. Bunu biraz genişləndirək. Biz qrafikə yaxınlaşırıq. Uşaqlar, hər zaman kimi dediyim kimi breaker blokları düzgün təyin etməyimiz üçün bizə lazım olan şam növləri də önəmlidir. Bizə lazım olan şam növlərini də tapırıq və ona uyğun analizlərimizi edə bilərik. Deyək ki, uşaqlar, gəlin biraz dibləri düşək. Bunu silək, bu əməliyyat heç. Biraz diblərə düşək, görək bizim qarşımıza nələr çıxacaq. Yaxınlaşıq qrafikə. Sizə sonunda gözəl bir izah edəcəm. Biz uşaqlar yaxınlaşırıq alıcılara axtarışına. Yəni alıcıların axtarışındayıq. Biz burada alıcıların bir yüksəlişini görürük. Amma bir o qədər də güclü deyil. Araşdırmaq lazımdır uşaqlar. Araşdırıb tapmaq lazımdır mütləq şəkildə. Okay. Biz araşdırmalardayıq. Baxırıq görək nə mövcuddur burada. Bu şamlardan uşaqlar təyinat etmək lazım deyil. Bu şamlar biraz təhlükəlidir. Məsləhət görmürəm. Yaxınlaşaq, görək başqa nəyimiz var. Okay. Olsun bu. Maksimum zonamız və yaxud da ki bu olsun maksimum zonamız. Buradan belə bir zonamız mövcuddur. Uşaqlar, biz bunu order blok kimi təyin edirik. Çünki deyək ki, bu sahə yaranmayıb və belə bir order blok təyin edirik. Bu order bloka toxunuşdan sonra aşağı əməliyyatlar icra olunub. Qırılışdan sonra nə olur uşaqlar? Breaker blok. Amma korreksiyası çox uzun zaman içərisində yüksəklərdə verilib. O da biraz təhlükəlidir. Amma yəni qırılmadan sonra rahat əməliyyata girmək mümkündür. Yəni qırılmadan sonra rahat əməliyyatı açıb rahat uğurlu qazana bilərsən. Keçək başqa birinə. Okey, olsun. İnşallah bizə lazımdır. Həqiqətən də bu videoya baxandan sonra özlərimizdə işləmək lazımdır ki, biz bu həqiqətən də işə yarayır, yoxsa yox. Birbaşa gedib əməliyyat açmırsınız. Çünki siz bunu dəqiq bilmirsiniz. Ona görə birbaşa əməliyyatlar açmaq düzgün deyil. Ən azından analiz eləməlisiniz. Aydın inşallah. Və belə bir təyinatımızı götürürük. Yüksələn bir şamdan, yəni burada alıcılardan bir nüans götürürük. Hansı ki uşaqlar belə bir order blok zonamız var və toxunuşdan sonra aşağı yönlü xırda bir sıçrayış olub və uşaqlar belə bir qırılmadan sonra korreksiya və belə bir gözəl nəticəmiz burada yer alır. Yəni nə qədər diqqətlə baxsanız bir o qədər görəcəksiniz ki, uşaqlar bu həqiqətən də bizim işimizə yaraya bilər. Bu xırda bir detaldır. Uşaqlar bunu diqqətli şəkildə baxıb, gəlin sizə bir şey izah edeyim və ondan sonra biraz daha keçək qrafik üzərindən analizə. Uşaqlar, deyək ki, bizim trendimiz buradan yuxarı yönlüdür. Aydındır. Belə bir yuxarı yönlü trendimiz mövcuddur. Və uşaqlar, belə bir yüksəlişlərdə hər zaman order blok zonamız təyin edilə bilər. Sadəcə dediyim kimi bizə lazım olan bu diblərdən hansı ki alıcı şam satıcı şamdan üzr istəyirəm. Yəni satıcı şam alıcı şamdan daha dibdə olmalıdır və bu bizim order blok zonamız kimi təyin edilə bilər. Aydınmı? Və yaxud da ki deyək ki, belə bir yüksəlişdə belə bir uşaqlar maksimum bir şamımız var, hansı ki bu olmalıdır uşaqlar alıcı şam. Yəni alıcı şam olmalıdır, yəni yaşa şamlardan ibarət olmalıdır və
Əlbəttə ki, bu qırmızı şam, satıcı şam ondan biraz dip zonasında olmalıdır. Yəni üst səviyyə baxaraq yüksəkdə alıcı olmalıdır. Burada isə satıcı olmalıdır dip zonasında uşaqlar. Bunu da nəzər eləyin, buna da diqqət edin. Yaxşımı? Keçək biraz da izaha. Buradan da biz bunu təyinatımızı götürürük. Order blok kimi təyinatımızı götürürük uşaqlar. Aydındırmı? Order blok kimi təyinatımızı götürdük. Dərsin əvvəlində izah etdiyim kimi. Sadəcə indi izah eləməyin ona nisbətən fərqi ondadır ki, biz yüksələn bir trenddə breaker bloku necə əldə edə bilərik? Yüksələn bir trenddə breaker blok satıcı mumlardan təyinatımızı daha az bizə göstərir ki, biz burada breaker blokun olması daha azdır, amma uşaqlar alıcı mumdan isə biz bunu çəkəndə order blok kimi təyin edəndə breaker blokun olması daha bizim əlverişlidir, bizim üçün fürsətdir və əlbəttə ki, bu Elliott dalğalarına nəzərən də gedə bilir. Yəni bu harda geri korreksiyası Elliott dalğasının 3-cü yüksəlişindən sonra hansı ki güclü dalğa 3-cü dalğa deyilir. 3-cü dalğanın bitişi bizim üçün birinci dalğanın təpəsində yaradan, birinci dalğanın təpəsində olan, yəni birinci təpədə yaranan order bloku əsasən toxunuş ola bilər. Burada əlbəttə ki, order blok sonrasında biz burada görə bilərik, direnç zonasını görə bilərik, hansı ki, həmin direnç zonasını qırıb və özünə bir dəstək zonası yaradıb, həmin dəstəyə toxunuşdan sonra digər bir direnç zonasına qədər gedə bilər uşaqlar. Biz bunu nəzər etməliyik, diqqətli şəkildə buna baxmalıyıq və yaxud da ki, belə bir xalla qarşılaşdıqsa, yəni qrafik onsuz da dalğalı şəkildədir, belə bir düşüş baş verirsə, əlbəttə ki, bir daha yüksəliş ola bilər. Hansı ki, burada koridora keçə bilər, order bloklarının içərisində oynaya bilər, yəni bildiyimiz dəstək və direnç zonasında oynaya bilər və qırılma baş verərsə, bir daha deyirəm, əməliyyata birbaşa girilmir. Korreksiyanı gözləyirik, hansı ki, bu etməlidir breaker bloku və biz buradan breaker blokdan əməliyyata girə bilərik. Gördüyünüz kimi uşaqlar, buradan trend yüksəliş və trend geri dönüşün yaradanda bu şəkildə biz əməliyyatımızı açıb gözəl nəticə əldə edə bilərik. Əlbəttə ki, bu video diqqətli şəkildə baxıb öz kompüterimizə texniki analiz etməliyik, qrafik üzərində bunu dəyərləndirməliyik. Həqiqətən də bu dəyərli bir nüansı, bunu qaçırmaq lazım deyil. Çünki bu ticarət sahəsində orderdən və breaker blokun önəmi çoxdur. Bunu çox insan da bilir. Və uşaqlar, ümid edirəm ki, bu dərs sizin üçün gözəl oldu, əlverişli oldu və siz də buradan nələrsə öyrənə bilirsiniz. Uşaqlar, mənim məqsədim sadəcə biliklərimi daha çox edib sizə məlumat götürməkdir. Kommentariyada yazanlar olacaq, bu belə deyil, bu elə deyil. Bacarırsan əziz qardaşım, düzgünün bilirsən, sən də gəl izah elə. Başa çıxmayan insanlar nəyisə bilsinlər. Mən bunu təcrübə etmişəm, mən təcrübələrimi əsasən nələrsə paylaşıram. Yəni mən boşu-boşuna nəsə paylaşmıram. Bu mənim təcrübəmdir və mən bu təcrübəmlə istifadə edib sizə də məlumat götürürəm ki, siz də uğur qazana biləsiniz ən azından. Yəni bizim hətta akademiyamız uşaqlar ödənişli şəkildədir. Mən bunu istəsəm ödənişli də edə bilərəm, amma ödənişli şəkildə etmişəm. İstəsəniz akademiyada yer almaq üçün buyurub yer ala bilərsiniz. Əlbəttə ki, bizim də öz şərtlərimiz var. Ödəniş etdiniz uşaqlar və bizim platformanın partner olduğumuz platforma ilə qeydiyyat edirsiniz, depozit edirsiniz və sizi akademiyaya əlavə edirik, əməliyyat qrupuna əlavə edirik və təcrübəli treyderlərimizin arasına əlavə edirik. Hansı ki, orada chat qrupudur. Chat qrupunda da müzakirələr gedir və orada hər gün müzakirə gedir. Ona görə sizi də orada gözləyə bilərik. Biz yəni gözləyirik, daha doğrusu siz də gəlin, siz də bizimlə öyrənin, siz də bizimlə təcrübə toplayın və siz də bizimlə uğur qazanın. Oldu uşaqlar, özünüzə müğayət olun. Allah amanında, əsas olun, sağlam olun, sağlam olun.